Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə ideal qaz qanunlarına aid 5 fərqli test nümunəsinə baxacağıq. Hamısı dim test toplusundan yığılma testlərdir, lakin uşaqların ən çox səhv saldığı, bəzən dediyim çaşdığı test nümunələr olacaq. Ona görə hamısına fərqli-fərqli baxıb dərs izahını elə testin üzərində edəcəyik. Gəlin başlayaq. Məsəl üçün 14-cü testdə deyilir ki, qapalı qabdakı ideal qazı qızdırdıqda onun təzyiqi və sıxlığı necə dəyişir? Əgər biz bunu təyin etmək istəyiriksə, birinci bizə verilən cümlədəki sözlərə baxmalıyıq. Əgər bizə qapalı qab sözü verilibsə, yəni verilən nümunədə qapalı qab sözünü görürsünüzsə, bilməlisiniz, avtomatik xatırlayırsınız ki, demək ki, burada həcmimiz sabitdir. Təyin elədim ki, mən V konstantdır. V konstant olanda biz necə demişdik? V-nin sabit olduğu hansı prosesdir? İzoxor prosesdir. Yəni V izoxor. Hansı hal üçün? Əgər V konstantdırsa. Demək, izoxorla V-nin sabit olduğunu necə təyin edirsiniz? İzoxor prosesdə fikir versəniz, X hərfi yazılıb. Əgər X hərfini görürsünüzsə, avtomatik xatırlayacaqsınız ki, o bir növ V ilə mütənasibdir. Bir növ oxşarlığı var. Ona görə izoxor proses V-nin sabit olduğu prosesdir. Deməli, baxırıq. V-ni sabit götürdüm. Niyə görə V-ni sabit götürdüm? Qapalı qab dediyinə görə. Bəs V-nin düsturu var. Çünki bizdə sıxlıqla əlaqəsini soruşur. V-nin düsturu var. Rho bərabərdir. M bölünsün V. Əgər V-miz sabitdirsə, onda bizə məlum olur ki, nə sabit olacaq? Rho. Yəni, sıxlığımız sabitdir. Konstant. Mən təyin elədim ki, sıxlıq dəyişmir. Bu birinci tərəf, yəni sağ tərəfi təyin elədim. Azalar yox, artar yox, azalar yox, artar yox, dəyişməz. Bəs yaxşı, variantımızı dəqiqləşdirmək üçün gəlin indi sol tərəfi təyin eləyək. Təzyiqi necə dəyişəcək? Bizə deyir ki, ideal qazı qızdırdıqda, qızmaq o deməkdir ki, onun temperaturu artır. Əgər temperaturu artırsa və izoxor prosesdirsə, temperaturun artması, biz bilirik izoxor prosesdə, yəni V-nin sabit olduğu qiymətdə T ilə P, yəni temperaturla təzyiq bir-biri ilə necə mütənasibdir? T, yəni temperatur mütənasibdir P ilə necə? Düz mütənasibdir. Əgər düz mütənasibliyini nəzərə alsaq, onda təyin edirik ki, əgər qızıbsa, temperaturu artıbsa, bu o deməkdir ki, onun təzyiqi də artacaq. Yəni, təzyiq artır. Onda təyin elədik ki, qapalı qabda ideal qazı qızdıranda onun təzyiqi artır, sıxlığı isə dəyişmir. Yəni olur C variantı. Keçək növbəti nümunəyə. Deyir ki, verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturdan asılılığı təsvir edilib. Koordinatın, yəni PT koordinat sistemində hansı qrafik bu prosesə uyğundur? Verilmiş kütləli o deməkdir ki, kütlənin sabit olduğu qiymətdir. Yaxşı, bizə verilən qrafikdə baxırıq ki, V-nin T-dən asılılığıdır. Əgər T-yə perpendikulyar şəkildə gəlirsə, yəni düşünün, buradan aşağı endirəndə T-yə perpendikulyar şəkildədirsə, yəni T xəttini, baxın, hansı xətt gəlirsə, istəyir bura, istəyir. Əgər o xətti kəsirsə, bu o deməkdir ki, həmin orada yazılan hərfin sabit olduğu qiymətdir. Yəni, əgər bu T-ni kəsirsə, biz artıq düşünürük ki, T-nin sabit olduğu qiymətdir. Və T-nin sabit olduğu hansı proseslərdir? Bizdə izotermikdir. İzotermiki də necə yadımızda saxlayırıq? Burada görürsünüz T hərfi var. Həmin o T-nin sabit olduğunu bizə göstərir. Yaxşı, təyin elədik ki, bizim prosesimiz izotermik prosesdir. Amma V-nin qiymətində dəyişiklik var. Həm V-nin artması ola bilər, həm də azalması. Gəlin onları təyin edək. Əgər V-nin azaldığı qiymətdirsə, bu, yəni həcmi azalır. Bu o deməkdir ki, sıxılmadır. Əgər V artırsa, yəni həcmi böyüyürsə, bu deməkdir ki, genişlənmədir. Genişlənmə. Gəlin indi bunu tətbiq eləyək. İzotermik prosesdir. V-si isə
baxırsınız ki, o haradır 1-dən 2-yə, yəni V-si azalır. Əgər izotermikdirsə və V-si azalırsa, bu o deməkdir ki, izotermik, V-nin də azaldığı sıxılmadır. Yaxşı. Tapırıq izotermik hansıdır? Yəni, izotermik olması üçün heç bir fərqi yoxdur. Əgər yuxarıda T-ni kəsirsə, demək burada da T-ni mütləq kəsməlidir. C variantında kəsmir. Bunları buradan silin, rahat görə biləsiniz. T-ni kəsmir. Sonra baxırsınız, T-ni kəsmir. Hə, Y-də T-ni kəsir, bir də A-da T-ni kəsir. Amma qiymətdə dəyişiklik var. Yəni, P-nin qiymətində dəyişiklik var. Birində artır, birində isə azalır. İzotermiki təyin elədik. İndi V-ni təyin eləmək üçün biz dedik ki, V artırsa, buna biz deyirik genişlənmə. V azalırsa, biz ona dedik ki, sıxılma. Yaxşı, izotermik prosesdə əgər T-nin sabit olduğu qiymətdə biz nə demişdik? P, V konstantdır. Bu da deməkdir ki, P ilə V bir-biri ilə tərs mütənasib asılıdır. Əgər onlar bir-biri ilə tərs mütənasibdirsə, V-nin azaldığı qiymət P-nin artdığı qiymət olacaq. Baxırıq, burada P azalır, ona görə ola bilməz. P-nin artdığı qiyməti götürürük. Yəni, cavab olur A variantı. Keçirik növbəti nümunəyə. Hansı proses verilmiş kütləli ideal qazın izobar qızmasına uyğundur? Baxırıq, sözdə nə dedi bizə? Dedi ki, izobar qızmalıdır. Onda altından xətt çəkirəm ki, izobar. İzobar hansı hal idi? İzotermikdən danışdıq, izoxordan danışdıq. İndi isə izobar. Yazıram, izobar. Bayaqları izotermikdə dedik T hərfi var deyə konstantdır. İzoxorda X hərfi var idi. Bir növ V-yə oxşatdıq, onunda da V-ni konstant götürdük. İzobarda da B hərfini P-yə oxşadırıq və deyirik ki, onda burada izobar olacaq P-nin, yəni təzyiqin konstant qiymətidir. Biz bunu təyin elədik. P-nin sabit olduğu qiymətləri təyin eləməliyik. Baxırıq. P-nin sabit olması V ilə T-dən asılılıqda necə olurdu? Bayaqları onu qeyd etdik. Əgər izobar qızmadırsa, o zaman PV bölünsün T bərabər olacaq konstanta. Onda buradan da aydın olur ki, əgər P konstantdırsa, V T ilə necə mütənasibdir? Düz mütənasib asılıdır. Onda baxırıq, bir hamısından danışırıq. Birincidən birdən 2-yə gedək. Gəlin sırayla gedək. Birdən 2-yə. Hansıdır? Bir analiz edirik. Baxın, birdən 2-yə gəlir. T-yə perpendikulyar gəlir. Biz dedik, əgər hansını kəsirsə, o prosesdir. Əgər T-ni kəsirsə, bu izotermikdir. Bizdə amma izobardır, deməli deyil. Birdən 5-ə baxıram. Yenə T-ni kəsir, onda izotermikdir. Demək ki, 5-də deyil. Sonra birdən 3-ə baxıram. Buradan gəlib belə kəsmək istəyir. Nəyi? V-ni. V-də də biz nə dedik? İzoxor prosesdir. Demək ki, 3-də deyil. Ya 1-6 ola bilər, ya da 1-4 olar. Və baxıram ki, qrafikin özünə həqiqətən də V-nin T-dən asılılıq qrafiki. Biz dedik ki, V T-dən izobar prosesdə düz mütənasib asılıdır. Ona görə də bu şəkildə, yəni qrafikimiz bu şəkildə olacaq. V-nin T-dən asılılığı bu şəkildə olacaq qrafikimiz. Burası düzdür. Ya 1-4-dür, ya 1-6. İndi təyin eləməli olduğumuz nədir? Qızma. Biz bayaqları nəyə qeyd elədik? Əgər izoxor proses, biz dedik ki, əgər V-nin qiymətləri dəyişilirsə, bayaqları dedik, V-nin qiymətlərinə görə, yəni artması və azalması, V artırdırsa, yazıram, V artırsa, genişlənmə, bir daha yazıram, V azalırsa sıxılma olurdu. Gəlin, indi qızma və soyumanı yazıq. Əgər temperatur artırsa, bunları belə, temperaturu artırsa buna qızma deyəcəyik, temperaturu azalırsa buna soyuma deyəcəyik. Mən də baxıram indi, bizə nə deyir? Qızma, qızması üçün nə olmalıdır? Temperaturu artmalıdır, baxıram. 1-dən 6-ya temperatur neyinir? Buradan bura gəlir. Yəni, məsəl üçün, bura 5 idi, bura 3 idi. 5-dən 3-ə gəlir. Demək ki, neyinə də azaldı? Mənə o lazım deyil. Burada 5 idi, məsəl üçün, qalxdı oldu 8. Neyinədir? Temperaturu artdı. Demək ki, bizə lazım olan cavabımız 1-4-dür.
qızma hadisəsi yalnız 1/4-də olur. Keçək növbəti nümunəyə. Verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturdan asılılığı hansı prosesdə təsvir olunub? Baxırıq. V-nin T-dən asılılıq qrafiki verilib. Biz nə dedik? Dedik, əgər o qrafiki kəsirsə, demək ki, o sabitdir. Baxıram, nəyi kəsdi? V-ni kəsdi. Onda mən yazıram, V sabitdir. V-nin sabit olduğunu biz necə əlaqələndirdik? Bu dedik, izoxor prosesdir. Hansı proses X-ya görə bunu sabit götürmüşdük. Yəni, oradan yadımızda saxlayırdıq. Bunu təyin elədik. Onda bizim prosesimiz, izoprosesimiz necədir? İzoxor prosesdir. İndi gəlin, burada baxsanız görürsünüz ki, temperaturda dəyişiklik var. Bir ox bu tərəfə ola bilər, bir də ox bu tərəfə olar. Düzdür? Bizdə oxumuz A-dan B-yə doğrudur. Və mən yadıma salıram. Temperaturun artıb azalmasında temperatur artırdırsa buna qızma deyilir. Temperaturu azalırsa buna soyuma deyilir. Burada isə temperatur A-dan B-yə doğru gedir. Yəni soyuma olur. Çünki azalır. Azalırsa soyuma. Hərəkət, daha doğrusu bizim izoprosesimiz izoxor prosesdir. Temperaturun azalmasına isə görə deyəcək ki, soyumadır. Onda izoxor soyumaya görə cavabımız olacaq Y variantı. Keçirik sonuncu nümunəmizə. Baxırıq. Verilmiş kütləli ideal qazı izobar olaraq 240 Kelvin qızdırdıqda onun həcmi 1,5 dəfə artmışdır. Qazın başlanğıc temperaturunu hesablayın. Deyəcəksiniz ki, birində həcm verilib, birində temperatur. Mən bunları necə əlaqələndirə bilərəm? Gəlin, indi düşünək. Bizə deyir ki, qaz necədir? İzobar prosesdir. İzobar proses nə idi? P-nin sabit qiyməti idi. Yəni izobar. İzobarda biz nə dedik? T bölünsün V konstantdır. Düzdür? Çünki P bura keçəcək. Yaxşı, biz burada nəyi təyin edirik? İzobar prosesdə temperaturla həcm bir-biri ilə necə mütənasib idi? Düz mütənasibası idi. Onda mən əgər 240 Kelvin qızdırılmanı nəzərə alıramsa, yəni artmasını nəzərə alıramsa, həcmlə də temperaturu əlaqələndirə bilərəm? Bəli, əlaqələndirə bilərəm. Çünki məndən sonda temperaturu deyir. Əgər həcmi 1,5 dəfə artıbsa, temperaturu da həmçinin 1,5 dəfə arta bilər. Niyə? Çünki V və T bir-biri ilə düz mütənasibasıdır. Düzdür? Düz mütənasibliyə görə gəlin temperaturu da artıraq. Onda yazacağım 1,5 temperatur. Çünki 1,5 dəfə artıb. O birisi də deyir ki, 240 Kelvin artıb. Qızıb, qızmaq artmaq deməkdir. Üstə gəlsin 240. Özümdə bir tənlik qurdum. Həcm temperaturla bərabərləşdirdim. Yəni düz mütənasibliyini nəzərə alaraq, o da niyə görə nəzərə aldım? Çünki bizim izoprosesimiz izobardır. Yəni prosesə görə təyin edirik, yoxsa özümüzdən yox. Ona görə də gətirdim, tənlik qurdum. Tənlikdə yazıram 1,5 T bərabərdir. T üstə gəlir 240. Temperaturu təyin etmək üçün sola atacağım. Olacaq 1,5 T çıxılsın. T bərabərdir 240. Çıxanda 0,5 T bərabərdir 240-a. Temperaturu da təyin etsək 240-ı 0,5-ə böləndə eləyəcək 480 Kelvin. Yəni cavab olacaq D variantı. Bu da bizim ideal qaz qanunlarına aid fərqli test nümunələrimiz idi. Əgər siz də bu cür videolar izləmək istəyirsinizsə, videonu bəyənməyi, dostlarınızla bölüşməyi, həmçinin də əlavə suallarınız və izah etmək istədiyimiz videolar, izahlar varsa qeyd edə bilərsiniz. Sağ olun, hələlik.